Türkiye-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi, Azərbaycanın iqtisadi inkişafını dəstəkləmək və iş adamları üçün vahid bir platforma təqdim etmək məqsədi ilə yaradılıb. Təsis olunduğu gündən etibarən Türkiye-Azərbaycan İş Adamları Birliyi, Azərbaycan ilə Türkiyə arasında sosial, mədəni və iqtisadi əlaqələrin inkişafına, habelə iki qardaş ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin gücləndirilməsinə əhəmiyyətli töhfələr verib. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Türkiyə Respublikası Ticarət Nazirliyi və Türkiyə Respublikası Prezidentinin Maliyyə Ofisinin dəstəyi ilə Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi, Azpromo tərəfindən birgə təşkil edilən Azərbaycan-Türkiyə İnvestisiya Forumu uğurla baş tutub. Forum çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən panel müzakirələri keçirilib və tədbirə hər iki ölkənin nazirləri fəal şəkildə qoşulub. Bu tədbir iki qardaş ölkə olan Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığı daha da möhkəmləndirmək, habelə bölgədə ümumi iqtisadi inkişafı dəstəkləmək məqsədi daşıyır. Tədbirə 500-dən çox iştirakçı qatılıb, hər iki ölkənin iqtisadi potensialını artırmaq üçün yeni imkanlar və perspektivlər müzakirə edilib. Türkiyədən gələn iş adamlarını Azərbaycan dövlət nümayəndələri ilə bir araya gətirmək məqsədi ilə 200 nəfərdən çox iştirakçının qatıldığı Azərbaycan-Türkiyə İnvestisiya Forumunun qala yeməyi təşkil edilib. Azərbaycan və Türkiyə nazirlərinin iştirakı ilə keçirilən qala gecəsi iş adamları üçün yeni tərəfdaşlıqlar qurmaq və mövcud əlaqələri daha da möhkəmləndirmək baxımından səmərəli və faydalı bir platforma olub. Bununla yanaşı, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi Türkiyədən gələn iş adamlarını qəbul edərək onlara Azərbaycanda investisiya yatırılması ilə bağlı ətraflı məlumat verir, yaranan sualları cavablandırır. Türkiyə Ticarət Palatalarının idarə heyəti və nümayəndələri qəbul edilir, Azərbaycandakı biznes mühiti, investisiya imkanları və Türkiyə şirkətləri üçün mövcud perspektivlər barədə geniş məlumatlar təqdim edilir. Bu görüşlər vasitəsilə hər iki ölkənin iş dünyası arasında yeni əməkdaşlıq yolları açılır və qarşılıqlı faydalı əlaqələrin inkişafına şərait yaradılır. Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyi öz üzvləri arasında işgüzar əlaqələrin genişləndirilməsi və dövlət qurumları ilə daha səmərəli görüşlərin təşkil edilməsi məqsədi ilə müxtəlif tədbirlər həyata keçirir. Bu tədbirlərdə hər iki ölkənin dövlət qurumlarından fəxri qonaqlar dəvət olunur, onların iştirakı ilə iş adamları arasında yeni əməkdaşlıq imkanları yaradılır. Təşkil olunan görüşlər və müzakirələr vasitəsilə həm özəl sektor, həm də dövlət orqanları arasında qarşılıqlı faydalı münasibətlərin inkişafına şərait yaradılır. ...19 May Atatürk'ü anma, Gənclik və İdman Bayramı münasibəti ilə dövlət, tarix, mədəniyyət və təbiət qoruğu olan Beşbarmaq dağında Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi tərəfindən maraqlı tədbir təşkil edilmişdir. Mustafa Kemal Atatürk'ün "İstiqbal göklərdədir" sözündən ilhamlanaraq tədbir çərçivəsində Beşbarmaq dağından yamaç paraşüt uçuşları həyata keçirilmiş və uçuş zamanı Azərbaycan-Türkiyə bayraqları səmanı bəzəmişdir. Qurtuluş Savaşı üçün ilk addımın atıldığı günün 105-ci ili münasibəti ilə təbiətin qorunması məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə əməkdaşlığı ilə sosial təşəbbüs olaraq Beşbarmaq dağı ərazisində 105 fidan əkilmişdir. Təbiətimizi qorumaq üçün Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi İdarə Heyətinin üzvləri Makro 2000 Holding, Məmmədoğulları Qapalı Səhmdar Cəmiyyəti və Kartaş Məhdud Məsuliyyətli Cəmiyyətin sponsorluğu ilə Zəngilan rayonunun 25 hektar ərazisində Nəfəs Xatirə meşəsi salınmışdır. Bu təşəbbüslə bağlı Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ekosistemin bərpasına verdiyi dəstəyə görə ən yaxşı tərəfdaş mükafatına layiq görülmüşdür. Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi iqtisadi fəaliyyətləri ilə yanaşı sosial layihələrin həyata keçirilməsində aktiv iştirak edir. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra qazi və şəhid ailələrinin yanında olmaq və onlara mənəvi dəstək göstərmək məqsədi ilə Tək Millət, Tək Ürək beynəlxalq humanitar platforması yaradılmışdır. Bu platforma çərçivəsində 2020-ci ilin dekabr ayından etibarən 2300-dən çox şəhid ailəsi ziyarət edilmişdir. Platformanın bir hissəsi olan Qardaş Ailə layihəsi çərçivəsində
İkinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri Türkiyənin Sivas, Urfa, Balıkesir, İsparta, Bursa və Kayseri kimi şəhərlərinə səfər etmiş, qardaş ölkənin şəhid ailələri ilə ünsiyyət quraraq qardaşlıq münasibətlərini möhkəmləndirmişdir. Layihə daha da genişlənərək 30 avqust Türkiyənin Zəfər Bayramı münasibəti ilə 35 nəfər Azərbaycanlı şəhid ailə üzvü Ankarada səfərdə olmuşdur. Bu səfər zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şəhid ailə üzvləri ilə görüşüb. Şəhid ailə üzvləri Rəcəb Tayyib Ərdoğanın şəxsi dəvəti əsasında Prezident Sarayında təşkil olunan 30 avqust Zəfər Bayramı özəl konsert proqramında iştirak ediblər. Bundan əlavə, ailə üzvləri Türkiyə Respublikasının Milli Müdafiə Naziri Yaşar Gülər və Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi Metin Gürak tərəfindən də qəbul edilmişdir. Layihə Yaşad Fondu ilə birgə həyata keçirilmişdir. Qardaş ailə layihəsi çərçivəsində Türkiyə Savaş Əlili, Qazilər, Şəhid Dul və Yetimləri Dərnəyinin Bursa və Ankara şöbəsindən 45 nəfər şəhid ailə üzvü Azərbaycanda səfərdə olmuşdur. Bu çərçivədə ailələr dövlət qurumları tərəfindən qəbul edilmiş, Azərbaycanın mədəni və tarixi irsi ilə yaxından tanış olmuş, Tərtər, Ağdam və Şuşa şəhərlərini ziyarət etmiş, həmçinin Azərbaycanlı şəhid ailələri ilə bir araya gələrək ortaq kədərlərini bölüşmüşdür. Həmçinin Tək Millət, Tək Ürək platforması çərçivəsində Türkiyənin Sivas Cumhuriyyət Universitetində təhsil üçün göndərilən 20 qazi və şəhid övladları olan tələbələrin 15-i bu il məzun olacaq. Bundan əlavə, Türkiyənin Gənclik və İdman Nazirliyinin dəstəyi ilə Yaşad Fondu ilə birlikdə 15 şəhid övladı Ay Ulduz kampı çərçivəsində İstanbul və Çanaqqala yay düşərgələrinə göndərilmişdir. Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin ən önəmli sosial layihələrindən biri 2016-cı ildə işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ilə bağlıdır. Yerli əhalinin iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi və KOBİyə tərəfindən həmin kənddə Qarabağın inkişaf layihəsi həyata keçirilmişdir. Açılışı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən həyata keçirilən Cocuq Mərcanlı Suvenir İstehsalı müəssisəsində Cocuq Mərcanlı markası adı altında milli motivlər əks etdirən çini və keramik məhsullar istehsal olunur. Türkiyə və Azərbaycan tarixinin unudulmaması üçün Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi müntəzəm formada tədbirlər həyata keçirir. Tanınmış tarixçi İlbər Ortaylı'nın iştirakı ilə bir neçə geniş iştiraklı tədbir təşkil edilmişdir. Bu tədbirlər hər iki ölkənin tarixi, mədəniyyəti və qarşılıqlı əlaqələri ilə bağlı dəyərli müzakirələr və təqdimatlarla zəngin olmuşdur. İnsani Yardım Vəqfinin, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi və Damla İctimai Birliyinin birgə təşəbbüsü ilə həyata keçirilən Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən Tağıyev sənədli filminin təqdimat mərasimi keçirilmişdir. Güclü iqtisadiyyat, güclü dövlət və biz birlikdə güclüyük şüarları ilə irəliləyən Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmləndirilməsi və iqtisadi əlaqələrinin inkişaf etdirilməsi üçün fəaliyyətini davamlı şəkildə davam etdirir. Gücümüz birliyimizdədir.